Və bu duada bugün bir metoda toxunulur. Necə Allahdan istəmək olar, Allahla nə cür danışaq, hacətlərimizi Allahdan nə cür istəyək. Duanın bir hissəsində, yəni bugün danışacağım hissəsində həmən mövzuya toxunulur. Dünən biraz demişdim və bugün də genişləndirirəm. Bu hissə gileylənməkdən ibarətdir. Hacət istəməmişdən öncə gileylənmək. İnsanın özündən gileylənməsi, əlbəttə. Və proses necə baş verir? Gileylənmək necə olur? Birinci mənfiləri gətirirsən önə, mənfilərindən danışırsan Allahın huzurunda. Sonra bir neçə müsbət məsələyə toxunursan. Sonra niyə günah eləmirsən, onun səbəbini izah edirsən. Daha sonra da ilahi yardım sənə üst tutur. Proses belə gedir. Və Allahın huzurunda gileylənmək özü xoşbəxtçilikdir, hətta deyərdim. Böyük bir neymətdir. Əgər mən bugün Allahın huzurunda gileylənə bilirəmsə özümdən, doğrudan da yaxşı bir haldır. Və siz elə başa düşməyin ki, insan gileylənir və tövbə edir, tövbə eləyəndən sonra Allah mükafat verir. Xeyr, belədir, amma bu azdır. İnsan gileylənəndə özündən Allahın huzurunda məqamı ucalır. Sən ki başladın özündən gileylənməyə, artıq Allahın huzurunda məqamın ucalmağa başlayır. Sanki Allah səndən çox xoşu gəlməyə başlayır və xüsusi inayət olur sənə qarşı. Allahın da huzurunda eyibləri açmaq yaxşı bir şeydir. Öz eyiblərimizi açmaq çox gözəl bir şeydir. Biz bəzi vaxtlar görürsünüz, adam istəmir heç neyini, heç kəsin yanına danışsın. Hətta normaldır, hər şey adam danışmaz deyirlər. Hədisdə var, dostuva hər şey danışma. Bütün sirləri açma. Bir-iki məsələni saxla. Ola bilər ki, sabah o dostun sənə düşmən olsun, gedər orada-burada danışmağa başlayar. Hətta davamında hədisin söylənilir ki, düşmənlə düşmənçilik eləyəndə bir hədd saxla. Bütün pərdələri yırtma. Bütün sərhədləri aşma. Ola bilər ki, həmən düşmən bir bax sənə dost olsun, sonra elə olmasın ki, gözünün içinə baxa bilməsin və sən də onun gözünün içinə baxa bilməsin. Bir hədd var, onu saxlamaq lazımdır. Hətta düşmənçilikdə də bu mühüm məsələlərdəndir. Amma Allahın huzurunda eybi açmağın eybi yoxdur. Onsuz da biz günahı eləməklə, eybi eləməklə uduzmuşuq. Amma gileylənməklə neyək? Nəsə qazanaq da? Onsuz da günah eləmişik, uduzmuşuq. Amma bir gileylənməklə də o günahdan nəsə qopardaq, nəsə udaq. Bunun eybi yoxdur. Və İmam Səccad bizə belə başa salır, buyurur, belə gileylənin özünüzdən. Deyin, ilahi və Rəbbim, mən elə bir bəndəyəm ki, xəlvətdə səndən həya eləmədim, aşkarda da bəndəçilik hüququnu pozdun. Xəlvət vaxtlarım oldu, orada səndən həya eləmədim, gördüm, heç kəs məni görmür, günah elədim. Aşkarda da insanların içərisində olanda bəndəlik hüququnu qorumadım, bəndəlik hüququnu pozdum. Mən belə bir bəndəyəm, ya Rəbbəl aləmin. Yaxşı bir iş görmədim. Aşkarda elə işlər gördüm bəzi vaxtlar ki, hətta bəraət qazandırdım özümə ki, mən onsuz da gizlində də beləyəm, aşkarda da qoy belə olum. Başladım, gizlində elədiyim günahları başladım aşkarda eləməyə. Bu səhv fikirdir və səhv düşüncədir. Mən belə işlər görmüşəm aşkarda, ya Rəbbəl aləmin. Görürsən, nə qədər pis işlər gördüm ki, nə qədər insanlar bəlkə də namaza gəlmək istədi, mənə baxdı, namaza gəlmədi. Xanım da desin, görürsən, mən hansı işləri gördüm ki, hicablı xanımlar desin bu sözləri hərdən özünə, indi hamısına da aid deyil. Görürsən, mən nə iş gördüm ki, bir nəfər hicaba riayət eləmək istədi, amma məni görəndən sonra hicaba nifrət elədi. Allah, mən bəraət qazandırmıram belə insanlara, onlar düz eləmirlər. Səhv eləyirlər. Amma mən özümə də bəraət qazandırmaq istəmirəm. Mənim də onların bu haqq yoldan uzaqlaşmasında az əməyim olmadı. Mən bunu istəyirəm deyim. Onlar səhv addım atır, əlbəttə səhv addım atır. Amma mən də düz addım atmamışam. İstəyirəm deyim, səhvdə mənim də əlim var. Özümü kənara çəkməyim. Özü bax belə danla. İlahi, özümü danlayıram, özümdən gileylənirəm. Çünki bəzi vaxtlar olub ki, mənə müsibətlər üz tutdu.
o qədər cürətləndim sənə qarşı, başladım səndən gileylənməyə. Özümdən gileylənməyə əvəzinə səndən gileyləndim. Dedim, neynəmişdim ki, sənə mənə belə bir müsibət göndərdin? Mən kimə pislik eləmişəm ki, mənə bu müsibət gəldi? Bu cürətdir Allahın huzurunda. Bu cürət eləməkdir Allahın huzurunda. Bəzi vaxtlar biz uşaq kimi oluruq. Ana acı dərmanı verir, anadan acığımız gəlir. Uşaq kimi olmuşuq. Ana acı dərmanı verir, acığımız gəlir. İçmək istəmirik. Amma diqqətlə baxsaq, iki məsələni görəcəyik. Biri budur, o acı dərmanın sonu yaxşıdır, şirindir. O acı dərmanı içirsən ki, sağalasan. İkinci də budur ki, ana bəgər sənə acı dərman vermək istəyirdi. Sən ananın sözünə qulaq asmadın, soyuq havada o yana qaçdın, bu yana qaçdın, xəstələndin, indi ana məcburdur öz əlləri ilə gətirsin, sənə acı dərman versin. Ana neynəsin? Ana niyə qınırsan? Biz iyi ki, günahlar elədik, ruhumuz xəstələndi, bəla göndərir Allah bizə sanki, o acı dərmanları göndərir ki, biz sağalaq. İndi biz də Allah'a qınırıq. Allah niyə göndərdin? Çünki bizim baxışımız səhvdir, yerli köklü səhvdir. Biz elə bilirik, bəla yalnız pis insanlara gələr. Və kimə ki, maddi rifah tutdu, o yaxşı insandır. Bizim baxışımız bəzi vaxtlar belədir. Kimisə bəla gəlibsə, o pis insandır. Hətta bəzi vaxtlar qınıyır görsən kimisə. Gördün başıma nə gəldi, Allah övladı valdı əlindən. Pis deyir, bu elə bilir ki, kimə bəla gəldi, o pis insandır. Quranın məntiqidir. Quran-ı Kərimdə Allah Teala qınıyır belə insanları. Bəzi insanlar var, onlara neymət verirəm, neyməti verəndən sonra başlayır özü ilə öyünməyə. Deyir, əgər hörmətli olmasaydım Allahın huzurunda neymətləri verməzdik mənə. Bəlanı da göndərəndə Allahı qınamağa başlayır, Quranda ayət. Amma baxışın səhvdir, baxışımız səhvdir. İlahi, yenə danlayırsan özünü. İlahi, mən elə bir insanam ki, günahımın bağışlanması ilə bağlı mənə müjdə veriləndə dedilər sənə ki, məsələn, gəlmişik, bizə deyirlər, sənə Allah bağışlayacaq, narahat olma, günah eləmişsən, bəli, Allah səni bağışlayacaq. Bizə belə deyəndə biz daha o günahı tərk etmək əvəzinə getdik təzədən o günahlar eləməyə. Çünki rahatlaşdıq. Dedik, onsuz da bağışlayacaq da bizi. Mən özümdən sənə sığınıram və özümdən sənə gileylənirəm, ya Rabbil aləmin. İlahi, tövbə üçün mənə möhlət verdin, amma mən yenə günahlardan əl çəkmədim. Allah bəzi vaxtlar bizə möhlət verir. Hətta günah eləyirik, mələklərinə tapşırır, hələ yazmaya, tələsmə. Bir 5-6 saat yazmayın, bir neçə saat yazmayın. Allah istəyir, möhlət versin bizə. Biz tez o günahın tövbə eləyə, heç yazılmasın da dəftərimizə, amma insan görsən tövbə eləmək istəmir. Allah bəzi vaxtlar dünyada ikən bizə möhlət verir. Deyir, vaxtıdır, tövbə elə, amma insan can üstünə düşəndə tövbə eləmək istəyir. Bu da yanlışdır. Yanlışdır. Mən xəbər göndərdilər, bir neçə müddət bundan qabaq gəldim, məsciddə əyləşmişdim. Gəldilər, dedilər, xahiş edirik, tez elə, bir nəfər can üstündədir. Bəs namazın sözlərini tez bizə ver, biz gedək ona çatdıraq, namaza başlasın. Mən hələ deyənə qədər zəng gəldi buna ki, dünyasını dəyişdi. Çatdıra bilmədik. Allah verirdi də möhləti bizə. Firon qərq olan kimi, Firon eşitmişsiniz tarixdə, Quranda ayədir. Hətta izə ədrəkəhul qərq, Firon suyun içinə qərq olandan sonra bir sən nə dedik? Qal, aməntu. İlahi iman gətirdim ha. Ənəhu la ilahə illallah. Ənəhu la ilahə illa əlləzi amənət bihi bənu İsrail və ənə minəl muslimin. Mən iman gətirdim, ya Rəbbəl aləmin. İman gətirdim, Bəni İsrailin iman gətirdiyi Allaha. Yəni sənə iman gətirdim. Söz verdim və ənə minəl muslimin. Mən sənin huzurunda təslim oldum. Allahın cavabı üstün oldu. Ayədir. Əl-an, indi iman gətirdim. İndi gecikmirsən axı sən. Ölüm mələyi başının üstündə iman gətirmirsən. Sən fironluq edirdin. Deyirdin, ənə rabbukumul ə'la. Mən bu yer üzündə Rəbbəm, özdə böyük bir Rəbbəm. Mən idarə edirəm bu aləmi. Mən sən elə deyəndə Peyğəmbərimi sənin huzuruna göndərdim ki,
səni islah eləsin. Özü tapşırdım Musaya dönə-dönə ki, ged onu ilə mülayim davran, bəlkə islah oldu. Mən o Allaham. Mən sənə möcüzələr göstərən Allaham. Mən sənə rəhm eləmək istəyən Allaham. Gör, nə qədər sənə möhlət verdim mən. Əl-an, indi, və qad aseytə qəbl, biraz öncə üsyan edirdin ki, və kunta minəl mufsidin, və əlindən gələn nə fəsad var idi eləmişdin. Gecikdin sən, qəbul olmadı. Can üstündə tövbə yoxdur ki, can üstündən bu mənada ki, ölüm mələyi gəldi adamın başını üstə, diyandı nə tövbə. Yine bir adam xəstələnər, istiğfar edər, Allah bağışlayar. Amma ölüm mələyi gözüm görür, orada tövbə edirəm. Bu tövbə qəbul deyil. Bax, belə başlayırsan özündən danışmağa, özündən gileylənməyə, özündən narazı olmağa, belə bir məqamda keçirsən digər məsələlərə. Digər məsələyə keçməmişdən qabaqda bir kəlmə deyil İmam Səccad burada. O da budur, İlahi, sən mənim günahlarımı elə bil unutmusan, məndən belə davranırsan. İlahi, günahlarımdan vaz keçdin, sözə baxın. Cənnəbtəni, hətta kəənnəkə istəhiyyəytəni. Mənə bəlanı göndərmədin, sanki həya elədin məndən. Allah bəzi vaxtlar insandan həya edir, insan həya eləmir. Allah deyir, sən həya elədin, mən həya eləmədim. Sən belə bir Allahsın. Bunları danışandan sonra keçir başqa məsələyə. Allah, bu mənim mənfilərimdir. Amma mənim bir neçə müsbət tərəfim də var. Müsbət tərəfim də çox da elə də müsbət deyil ha. Amma o mənfinin yanında biraz müsbətdir. O da budur ki, ya Rəbbəl aləm, mən ki bu qədər günah elədim, sən möhlət verdin, tövbə eləmədim, əlimdən gələn üsyan elədim. Allah, bunun mənası bu deyil ha, sənin ilahlığını danıram, sənin Rəbliyi danmışam, sənin Allahlığını danmışam. Bunların heç biri deyil ha. Mən bilirəm, sən gündə nə qədər namaz edirəm, elhamdülillah, Rəbbil aləmin. Sən aləmlərin Rəbbisən. Mən bunu dərk eləmişəm. Mən günah eləyəndə sənin Rəbliyi danıb günah eləməmişəm, ya Rəbbil aləmin. İlahi, ikinci tərəf. Mən günah eləyəndə sənin əmirlərini yüngül saymamışam, deməmişəm boş-boş danışmışsan, nəuzubillah. Namaz nə deyə, oruz nə deyə, boş şeylərdir bunlar. Allah, heç vaxt belə deməmişəm mən. Bu cürət eləməmişəm mən. Hətta mən dərk eləmişəm, namaz çox gözəl bir şeydir. Mən dərk eləmişəm, ibadətlər gözəl bir şeydir, insanlara xidmət eləmək gözəl bir şeydir. Mən bunları dərk eləmişəm, ya Rəbbəl aləmin. Nəinki yüngül sahib günah elədim? İlahi, üçüncü tərəfi də deyim sənə. O da budur ki, elə çıxar birdən ki, sanki vədlər vermirsən ki, günah elə söz cəhənnəm sizi gözləyir. Mən də o vədlərə inanmamışam, günah eləmişəm. Vallah o da deyil. Mən inanıram, cəhənnəm var. Və mən dərk eləmişəm ki, pislik eləsəm, özümə qayıtacaq. Bunları da bilirəm mən. Bu müsbət tərəflərini gətirdin önə, adamla bir sual verərlər. Yaxşı, sən ki, bunları dərk eləmişsən, müsbət tərəfləri başa düşmüsən, bəs niyə günah eləmişsən? Səbəbləri deyilsən indi. İsluba baxın, səbəblər deyilir. İlahi, birinci səbəb bu idi. Səvvələtli nəfsi. Özümü aldatdım. Nəfsim məni aldatdı. Nəfsim mənə pisi yaxşı göstərdi. Çox təəssüf. Biz nə qədər günahlar var ki, onları yaxşı bildik elədik. Dindirirsən pis eləyəni, deyir, mən pis iş görmədim, mən yaxşı iş gördüm. İnsan pis iş görəndən sonra don giyindirir. Don giyindirir, həqiqətən belədir. Fikir verin. Pis işi görür, başlayır don giyindirməyə. Yaxşı sözlər demək özü üçün. Savvələt nəfsi. İlahi, xələbəni həvay. Bəzilərini yaxşı bildim, etdim. Bəzilərini də bilirdim, pis də etdim. Amma bilirsən niyə etdim? İstəmirdim eləyim. O qədər zəif idim ki, nəfsim mənə qələbə çaldı. Zəiflikdən elədim. İkinci səbəb bu oldu. Meyillər, istəklər məni aldatdı. Nəinki mən yandım sənin huzurunda, vuruşmağa qalxmamışdım mən. Xələbəni həvay. Hava və istək məni aldatdı. Üçüncü buyurur, əanəni aleyhə şiqvəti. Allah, günah eləmişəm, bədbəxtəm, ona görə eləmişəm. Başa düşməmişəm, niyə günah eləmişəm. Bədbəxtlikdən günah elədim.
bədbəxtçilikdən günah elədim. Dördüncü də bilsən niyə elədim Allahım? Dördüncü də budur ki, Gərrəni sitruk. Günah elədim, örtdün. Günah elədim, örtdün, mən pis öyrəşdim. Gördüm sən evlərimi örtürsən. Düzzə eləmə, demirəm, bəraət qazandırmıram, səhv eləmişəm, mən belə eləməməliydim ki. Elə bir nəfərə gelirsən, qəlbini sındırırsan, sonra gəlsən, sən mən halal elə, o deyib bağışladım. Mülayim insandır. Sonra görürsən, bu bağışlayandır, orada qeybətini deyib, burada qeybətini, orada qeybətini, sonra gəl mənə bağışladım. Bağışladım. Sonra deyir, ay qardaş, axır bir dəfə deyir, niyə günah, bu niyə mənim qeybətimi verirsən? Deyirsən, qardaş, inan ki, sən o qədər mənə bağışlayansan, mülayimsən, mən də deyirəm. O sənə bir dənə kəlmə deyir, o da budur ki, bu mənim insanlığım, bu mənim insaniyyətim, sənə nə qalıb? Sənə bir addım at da. Allah da bizi ilə belədir, elə örtür, biz elə bilir, elə belə də örtməlidir. Heç kimə də deməməlidir bizim günahımızı, açmamalıdır da bizim günahımızı. Xeyr, belə deyil. Bir hədd var, o həddə gəldi, çatdı, insan açar Allah Taala. İlahi, mən bu halla gəldim, günah elədim və səhv düşündüm, günah elədim. Nəfsim məni aldatdı, pisi yaxşı göstərdi. Kimə də baxırsınız, baxın, doğrudan deyirəm bu sözlərini, pis eləyəndən sonra yozur. Şərab içənə desən ki, niyə şərab içirsən, cavab verəcək, bəzilərinə aid edirəm. Şərab içirəm, mən mülayim oluram, başlayıram insanlarla gözəl davranmağa. Hicaba riayət eləməyən xanıma desən, niyə hicaba riayət eləmirsən? Deyəcək, gördüm də bəzilərini. Yozdu. Yalan danışanla deyirsən, niyə yalan danışırsan? Deyir, yalan danışmasam dostum məndən inciyəcək, həyifdir, o dostluğumuz var, ünsiyyətimiz var. Pozulmasın. Hələ bir cür yozur. Hələ bir cür vəziyyətdən çıxır. Hələ bir cür özünü bədbəxt edir. Günah yozmaq o qədər insanın sevdiyi bir şeydir ki. Eləyir yozur, eləyir yozur. Belə insan islah olmayacaq. Bu halla getsə insan islah olmaz. Amma çalışa yozmayacaq. Eləyəndən sonra deyir, Allah bilməmişəm, səhv eləmişəm. Elədim, atdım, amma sənə tərəf gəldim. Yusuf Peyğəmbəri qardaşları quyuya atanda, ataları bir Yusufə nə dedi? Ataları qardaşları nə dedi? Dedi, qal, bəl savvalət ləkum ənfusukum əmra. Sözü nəfsiniz aldatdı. Pisi sizə yaxşı göstərdi. Yusufun qardaşları Yusufu quyuya atanda bir niyyətləri də bu idi ki, Yusufu ki ataları çox istəyirdi. İstəyirlər ataların məhəbbəti yalnız bunlara olsun. Apardılar quyuya atdılar qardaşını ki, ataları bunları çox istəsin. Zehində düzəltmişlər özləri üçün, dəlil sübut. Atamız Peyğəmbər qoy bizi çox istəsin. Nə yaxşı bir şeydir bu. Maniyə kimdir? Yusuf. Yusuf aradan qaldıraq. Çox qəribə bir insandır. Bunun haqqı cümləni deyirəm, başqa vaxtlar izah verirəm. İnsan ucalmaq əvəzinə görür bir nəfər ucalıb hörmətli olub. Özü də ucalsın, hörmətli olsun. Bunu eləmir, ucalanı yıxır yerə. Qabil Habili bilsən niyə öldürür? Deyir, niyə sənin qurbanın qəbul olmalıdır, mənim qurbanım qəbul olmamalıdır? Ay, Qabil Habili niyə öldürürsən? Get, sən də mənəviyyatda yaşa, sənin də qurbanın qəbul olsun. Biri ucalır, bu ucala bilmir, bu ucalmaq əvəzinə o da yıxır. Sən də Yusuf ol, səni at onu çox istəsin. Bunun dərmanı, bunun çarəsi bu deyil ki, Yusuf aparat quyuya. Quyuya atdın bəyəm Yaqub Peyğəmbər Yusuf istəməyəcək. Gözləri kör oldu ki, ağlamaqdan. Nə qazandın ki? Pislə yaxşıya çatmaq istəyirdin. Günah yolundan müqəddəs hədəfə gəlib çatmaq istəyirdin. Günah yolundan müqəddəs hədəf olur. Baxır cavan ora, bura ki, deyir, sonunda da deyir ki, ailə qurmaq istəyirəm, ona görə ora baxıram. Bunun yolu budur. Günaha bax, haram elə, axırından sonra belə don giyindirir də insan özünə. Necə don giyindirir ki? Amma cavab verir. Buyurur, mən günahları eləyəndə deyir, bax belə danış Allahım. Allah, dərk elədim ki, bəzi pisləri eləmişəm, yaxşı adı ilə. Yaxşı adı ilə eləmişəm. Amma da bundan sonra eləməyəcəm. Pisimi yozmayacam. Səndən də hacətlərimi istəyirəm. İmam sizə bugün bir dənə üslub öyrətdi. Sizli bizdə hamımıza, xoş halımıza. Danışmaq istədiniz, yolun dedim sizə. Bir üslubda bugün dedim sizə.